Yaxına sobamız qızır. O vaxta kimi zinglərimizi düzdük buradan. Bu qaydada. Zing, bilmirəm, bilənlər bilir, bilməyənlər də məlumatlandıraq. Xeyirli bir şeydir. Tərkibində kalsium var. Sümük bərkitməsi üçün istifadə olunur. Körpə uşaqlara daha çox üstünlük verilir. Sümüyü bərkidir, sümük yeyilməsinin qarşısını alır. Bir çox xəstəliklərin kollageni var, bəli. Tərkibində kollagen olduğundan bir çox xəstəliklərin qarşısını ala bilir. Yəni, xeyirli bir şeydir, qaçmayın zingdən. Elə adam var, xoşlamır. Amma məsləhətli bir şeydir. Yəni, bu hər gün yeyilə bilən bir şey deyil. Yəni, ən azından soyuq aylarda, qış aylarında xaşı necə yeyirsinizsə, bu zing də bir xaş qədər xeyirli bir şeydir. Çalışın, qaçmayın. Bu faydalı şeylərdən biraz yararlanın ki, o xəstəliklərdən uzaq ola bilək. İlk öncə yağlayırıq bunları. Demək olar, 90% restoranlarımızda artıq satışı var. Əvvəl yox idi. Artıq əhalinin məlumatı olduğundan artıq istədiyimiz restoranı tapa bilərik. Düzdür, bu balta ilə qəssablarda tapmaq olmur. Hansı qəssabların aparatlar, lezv aparatları var bunların ki, o ilə kəsilir ancaq qırıntısı olmadan. Görürsünüz necə hamar şəklində kəsilib. İstədiyim, yəni balta ilə kəsilim alınmır bunda. Didilir, tökülür sümük. Əmələ gətirmək olmur. Ona görə xüsusi aparatlarla kəsirlər bunları. Aydın da bura qədər uşaqlar. Haradasa 250 dərəcədə 15 dəqiqə pişsə yetərlidir. Yəni 1 saat, 2 saat pişirmirik bunu. Bunun sümüyü pişməyə deyil, yəni sümüyü yumuşalmaq lazım deyil. İçinin bu yumuşaq hissəsi, iri hissə, zing hissəsi. İndi pişəndən sonra görəcəksiniz, rahat çıxır. Bu hissəsi pişməyə lazım. Yaxın gələ, bax bu görürsünüz, bax burada var. Görürsünüz necə yumuşaqdır. Bu pişəndən sonra özü sümükdən ayrılır. Burası pişsə yetərlidir bizə. 15 dəqiqə yetərli dadım verir. Yerdə qalan tərəvəzləri isə aromat qatması üçün əlavə eləmişik ora.